Hər vaxtınız xeyir Sport Info TV izləyiciləri, hər birinizi salamlayıram. Mən Elçin Cəfərov yeni video ilə qarşınızdayım. Həmişə olduğu kimi bu dəfə də videomuza keçməmişdən öncə Sport Info TV'nin YouTube kanalına abunə olmağı və izlədiyiniz videoları bəyənməyi sizdən xahiş edirik. Bəli, əziz dostlar, Azərbaycan Kubokunda finalçılar bəllidir. Bu Ağdamın Qarabağ və Bakının Sabah komandaları mübarizə aparacaqlar. Ümumiyyətlə gələk ilk növbədə günün ilk maçında Qarabağ Araz Naxçıvan maçında ilk oyunda qonaqların 1-0 hesablı qələbəsi qeyd alınmışdı. Cavab oyunda bir çoxları Ağdam klubunun yəni ilk hissələrdən daha rahat futbol oynayacağını və daha rahat topa sahib olacağını və bunun da təbii ki tabloda öz əksini tapacağını qeyd edirdi. Amma deyildiyi kimi olmadı. Xüsusilə meydançanın mərkəzində tətbiq edilən baskı və boş zona buraxmama Araz Naxçıvanı Qarabağ qarşısında biraz diri tutdu. Qarabağ isə müdafiə arxasına atılan toplardan təhlükəli epizodlar yaratsa da bunlardan yəni çox nadir hallarda real gol şansı deyə bilərdik. Yəni bu epizodlara. Yəni ilk hissədə təbii ki Araz Naxçıvan çox fiziki güc sərf elədi, daha çox qaçdı, topsuz oyunda daha çox iştirak elədi. Sürətdə topa zamanında sürət vermədə müəyyən problemlər yaşadı və nəticə itibarilə də 60 dəqiqə yəni dayana bildi. 64-cü dəqiqədə müdafiədə yaranan qarmaqarışıqlıqdan istifadə olundu və yekunda Qarabağın bir qol lazım idi ki, oyunun inkişaf axarı dəyişsin və bu qoldan sonra Araz Naxçıvan daha da yəni ən azından belə deyək bu hesabı qorumağa çalışdı ki, oyun əlavə vaxt aparsın, amma yenə də mən deyərdim ki, fiziki güc yetmədi, topa zamanında sürət vermək yetmədi və nəticə itibarilə Qarabağın ardıcıl 2 qolu da gəldi və Qarabağ 3-0 hesabı ilə qələbə qazandı. Mən deyərdim ki, şəxsən Araz Naxçıvan əgər bu mərhələni atlasaydı, şəxsən mənim üçün sürpriz sayılmazdı. Çünki Araz Naxçıvan bu mövsüm xətlərarası məsafəni çox yaxşı qoruyan, mövqe sığortalarında çox yaxşı iştirak edən və hücumda təbii ki sürətdə biraz geri qalsa da, amma hücumda say baxımından sürətdə geri qalmasına baxmayaraq say baxımından çoxalmada və mövqe seçimlərini düzgün seçmədə çox yaxşı təsir bağışlayır. Bu dəfə olmadı. Əsasən daxili çempionatda yəni 3-cü pilləni tutmaq uğrunda mübarizə aparacaq, möhkəmləndirmək uğrunda mübarizə aparacaq. Digər yarımfinalçılar isə Neftçi və Sabah kollektivləri ilk oyunda Sabahın səfərdə 2-1 hesablı qələbəsi qeyd alınmışdı. Cavab oyunu 1-1 hesabı ilə yekunlaşdı və iki oyunun nəticəsinə əsasən Ağqaralar finala yüksələ bilmədilər. Oyuna Samir Abbasov görünür çox ciddi hazırlaşmışdı, xüsusilə meydançanın rəqib aydın hissəsində edilən baskı, orada qazanılan toplar və həmin o zonada yaradılan qol epizodlarını maksimum şəkildə dəyərləndirmək çox önəmli idi ki, bununla Ozoviç bir neçə qol epizodu yaratdı, bundan yararlana bilmədi. Bəlkə də Ozoviçin o yaratdığı qol epizodu qolla nəticələnsəydi ilk hissədə tam fərqli bir senarinin şahidi olacaqdıq. Berezutskili Sabah isə daha çox topu rəqibə verib topsuz oyuna üstünlük verdi ilk 30-40 dəqiqə ərzində. Mən deyərdim ki, əsasən əks hücum taktikası seçmişdi, xüsusilə Neftçi hücumları təşkil edərkən müdafiəni mərkəzə doğru çəkməsi ilə eyni zamanda cinah oyuncularının hücuma qoşulması ilə itirilən toplardan sonra geri dönüşlərdə müəyyən çətinlik yaşayırdı ki, bu boşluqlardan maksimum şəkildə yararlamağa çalışdı, xüsusilə topu oyunu cinahlara yayaraq. Oyunun müəyyən bölümlərində buna nail oldu, amma Neftçi daha arzulu istəkli idi. Neftçi məncə Samir Abbasovla cari mövsümdə Qarabağla o ilk hissəlik daxili çempionatda oyun var idi ki, o maçdan sonra mən bu Sabahla maçda ilk hissədə xüsusilə çox bəyəndim. Sadəcə olaraq burada çatışmayan Neftçinin qolu idi və buradan sonradan edilən dəyişikliklər də heç bir fayda vermədi. Və nəticə itibarilə 60-dan sonraki periodda əslində Neftçi hesabı
hesabda irəli çıxmağa daha real görünürdü. Çünki Sabah fiziki olaraq artıq düşmüşdü. Yəni bu cür kollektivlərə qarşı vurulacaq bir qol onları mental olaraq da çox aşağı səviyyəyə salır və bu baxımdan Neftçi üçün qol önəmli idi. Yəni xüsusilə 1-0-dan sonra 1-1 edib, sonra 2-1 hesabda irəli çıxacağı təqdirdə mən deyərdim oyun heç əlavə vaxtı da getməzdi. Neftçinin o mental üstünlüklə, psixoloji üstünlüklə, hətta oyun anlayışı olaraq da rəqibi üstələmək cəhdləri ilə mən deyərdim ki, Neftçi finala adını yazdıra bilərdi. Bu mövsümdə olmadı. Sabah klubunu tarixdə ilk dəfə ölkə kubokunun finalına yüksəlməsi münasibətilə təbrik edirik. Neftçidə bu mövsüm yenə olmadı. Neftçi